Hər kəsə salam. Yeni vlogla sizinləyəm. Səhər gəlib çıxdıq Qusara, nənəmin yanına. 1-2 gün burada olacaq. Amma düzünü desəm, hava şəraiti bugün heç də ürək açıcı değildi. Səhər oyanıb pəncərədən baxanda ilk gördüyüm mənzərə budur. Öz aləmlərində necə də şirin görünürlər. Hava sərin olanda adamın canı isti bir çay və nəsə dadlı bir şey istəyir. Biz yol üstü belə bir pryanik və vafli aldıq. Ona görə də mən də özümə belə bir gözəl bir çay süfrəsi hazırladım. Sonra isə mamaya dedim ki, nə qədər oturmaq olar, gedək biraz gəzək. Və yolda azca böyürtkən tapdım. Məncə böyürtkəndir bu. Çünki balaca vaxt həmişə yaydan 3 ayın ərzində həmişə nənənin yanında olurduq və yayda gedib onları yığıb onlardan mürəbbə eləyirdi nənə. Bu ildə çox vaxt yağış yağırdı deyə bunlar o qədəndə şirin deyildilər. Biraz turş məzə idilər. Amma əslində yaxşı hava olanda, yaxşı günəş olanda çox şirin olurlar. Evə gəldik və gördük ki, nənə artıq xəmir yoğurub çörək bişirmək üçün. Nənə həmişə çalışır ki, evdə çörək hazırlasın. Çünki həm qara ondan istifadə edilir. Çox vaxt mağazalarda belə çörək olmur. Və bu dəfə də xahiş elədim ki, mənə yağlı lavaş hazırlasın. Fəsəli. Və sağ olsun hazırladı. Artıq dadına da baxdım. Həmişə aldığımız fəsəliyə oxşamır. Çünki bu xəmir drojdan idi. Amma deyim sizə çox dadlı idi. Artıq axşamdır. İndi də keçək əsil kənd ab-havasına. Yağış yağırdı demək olar. Odun toplayıb gətirdim sobanı qalamaq üçün. İsti ocağın qabağında əyləşməyin ləzzəti bir başqadır. Həm də əlində çay olanda vapşe. Bu isə artıq sabahsı gündür. Biz bugün Bakıya qayıdırıq və mən fikirləşdim ki, bağdan azca kələm yığım, xiyar yığım, alma. Çünki alma indi Bakıda o qədər də dadlı deyil. Fikirləşdim ki, öz bağımızdan yığım və aparım Bakıya. Həmçinin burada nanə də yığdı bizə nənə və digər göyərtiləri. Və dadı mağazadakilardan tamamilə fərqlidir. Və biz artıq yollandıq Bakıya. Gördüyünüz kimi hava da yenə də pisləşdi. Yağış yağırdı. Heç dayanmırdı. Ona görə biz yavaş-yavaş qaydırıq Bakıya. Yolda gələndə 5 barmaqda saxladıq və atam dedi ki, lülə lavaşda alaq. İçində soğan da var idi. Mən ümumiyyətlə belə yerlərdə yemək çox sevmirəm. Amma bu pis deyildi demək olar. 10 bal üzərindən 7 verərəm. Hamısını yeyə bilmədim. Yarısını qardaşım yedi. Saat 12-də biz evə çatdıq günorta və axşam getdim bir mağaza təzə açılmışdı. Flamoda, orada 50% indirim var idi. Ona görə də biz mama ilə getdik, çoxlu paltar aldıq. Ümumi 57 manat xərclədik və 8 paltar aldıq. Bu şort qardaşım üçün aldım. Çox yaxşı material idi. 18 manat idi və 50% endirimə düşəndə 9 manat olur. Məncə yaxşıdır bu şortika, amma hər şey mal Amerika idi. Bu XL razmer olsa da MS geyinənlər üçündür. Aldıq. Bu pijama dəsti. Bu şalvarıdır belə. Bacım üçün aldım. Bu da köynək. Cəmi sizə deyim 12 manatdır. 50% endirim oldu 6 manat. Super vapşe. Buna baxın. Bu belə.
Sonra keçək. Bu mama özünə aldım. Bu da pijamadır. Belə. Bu da şalvarım. Bence süperdir. Bunların da qiyməti 15.50'dir. Yəqin 16 saysa 8 manata. Çox süperdir bence. Amma belə materialı sintetikadır da biləsiniz. Bu da mama özü üçün aldı. Bu pambıqdır. Bu da pijama evdə giymək üçün şortla bir yerdə. Bunun qiyməti 6 manatdır. Bir yerdə 50% endirim oldu 3 manat. 3 manata nə almaq olar? Sonra özümə super çoxdan istəyirdim almağı. Aldım. Lasina. 13.50 qiymətidirsə 50% endirim oldu. 7 manat 50 qəpik. Yox, 6 manat 50 qəpik. Super, indi yeni göstərəcəm. Sonra belə bir mayka. Maykaları 3 dənə aldım. Çox gözəl maykalar var idi. Super. Bunun qiyməti mən 36 alırdım S. Amma Lasin M razmeri aldım çünkü daha yok idi. S'i yok idi, ona göre M aldım. Bu 15.50'dir. Bu da 6 manat 50 qəpik. Harda tapmaq olar belə qiymət? Heç yerdə. Sonra yeni bir dənə mayka. Bunları mən hər sezon geyinirəm demək olar. Tək yayda yox. 15.50, bu isə 7.50'yə çıxdı. S razmer. Bir də bunlar. Qiyməti 15.50, 50% indirim oldu 7.50. İndi geyinib göstərəcəm sizə. Bu maykanın materialı çox xoşuma gəldi. O qədər yumuşaqdır ki, adamın üzərində heç hiss olunmur və ortasındakı krujeva detalları obrazı çox zərif və qəşəng göstərir. Lasin isə həm çölə çıxanda geyinmək olar, həm də məşqə üçün əla seçimdir. Və aşağı hissəsi biraz kloşdur. İndi isə keçək bu qara maykaya. Yəni əslində futbolka da demək olar. Mənim ən favorim budur. Çünki ortadakı detal, ortadakı kəsi mənim çox xoşuma gəldi. Bu da axırıncı. Bilmirəm, bu mənə biraz dardır. Necə yoxsa forması belədir. Amma burası çox xoşuma gəldi bu detali. Arkada da var güpür. Super. Yolüstü mağazaya da girdim. 1 kilo kəsmi aldım. Çünki çoxdan da sırnik hazırlamırdıq. Ümumi 12 dənə alındı məndə. Hamısı 60-65 qram. Mən burada 4 paçka 180 qramlıq kəsmi götürdüm. 4 dənə yumurta sarısı. Ağını əlavə eləmirəm. Çünki əsl sırnik reseptində sarısı əlavə olunur. 1 şimdik duz və 4-5 qaşıq çay qaşığı şəkər və 4 qaşıq un əlavə eləyib yaxşıca qarışdırıb formaya gətirdim. Siz blenderdən də keçirdə bilərsiniz. Mən isə vilka ilə əzişdirdim. Bu sırnikləri həm sobada, həm aerogrildə, həm tavanın üstündə hazırlamaq olar. Mən çox vaxt aerogrildə hazırlayıram. 160-180 dərəcədə 15-20 dəqiqə çox dadlı və yumuşaq olurlar. Bu vlog xoşunuza gəldisə mütləq abunə olun və like qoymağı unutmayın. Hələlik.